İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmisi ABŞ-nin prezidenti barədə sərt açıqlama ilə çıxış edib. Bunun Sepah komandanının siyasi məsələlər üzrə mavini General Yadullah Cavani bildirib. İslam Respublikasının yaranmasından bəri ABŞ siyasəti İranın devrilməsinə yönəlib. Onun sözlərinə görə, aradan qaldırıla və məhv edilə biləcək olan şəxs xəyalpərəst Trumpdır. Cavani əlavə edib ki, Amerikanın məğlubiyyətinin əsas səbəbi İslam Respublikasının xalq əsaslı olması və hakimiyyətin cəmiyyətə bağlılığıdır. Qeyd edək ki, bu açıqlama regionda gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib. Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına İranı dərhal tərk etmələri ilə bağlı təcili xəbərdarlıq edib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi Berlin açıqlamasında ölkə vətəndaşlarını mümkün təhlükəsizlik risklərini nəzərə alaraq İranı tərk etməyə çağırıb. Bildirilib ki, qərar regionda vəziyyətin gərginləşməsi və ABŞ-nin İran hədəflərinə mümkün hərbi zərbə endirməsi riskinin artması ilə əlaqədardır. İran rəhbərliyi hazırki müharibə mərhələsini dayandırmağın yeganə yolunun bunun Tehrana baha başa gəlməsi ehtimalı olsa belə ABŞ və İsrailə zərbə endirmək və onlara ciddi ziyan vurmaq olduğu qənaətinə gəlib. Məlumatda qeyd olunur ki, İran tərəfi hesab edir ki, yalnız qarşı tərəfə real itkilər yetirilməsi vəziyyətin dəyişməsinə və eskalasiyanın önünün alınmasına səbəb ola bilər. Eyni zamanda vurğulanır ki, regionda gərginliyin artması daha geniş miqyaslı qarşıdurma riskini yüksəldir. Rəsmi Tehran isə məsələ ilə bağlı açıq bəyanatında öz təhlükəsizlik maraqlarını qorumaq hüququnu önə çəkir və mümkün addımların nəticələri barədə xəbərdarlıq edir. ABŞ hərbiçiləri İrana qarşı geniş miqyaslı hərbi əməliyyata hazır vəziyyətə gətirilib. Bu barədə Reuters agentliyi Amerikalı rəsmilərə isnadən məlumat yayıb. Məlumata görə, Amerika Birləşmiş Ştatları rəhbərliyi diplomatik danışıqlar nəticə vermədiyi halda hərbi ssenarini nəzərdən keçirəcək. Variantlar arasında yüksək vəzifəli İran rəsmilərinə və hərbi komandirlərə qarşı dəqiq zərbələrin endirilməsi də müzakirə olunur. Mənbə qeyd edir ki, müvafiq qərar veriləcəyi təqdirdə İran rəhbərliyində dəyişiklik ehtimalı da istisna edilmir. Agentliyin həmsöhbətləri potensial hədəflərin kimliyini açıqlamayıb. Qeyd olunur ki, Vaşinqton yalnız diplomatik yollar tam tükəndikdən sonra hərbi addımlara keçə bilər. ABŞ-nin keçmiş dövlət katibi Mike Pompeo İranla bağlı sərt bəyanatla çıxış edib. Pompeo qeyd edib ki, İran rejimi hazırda mövcudluq təhlükəsi ilə üz-üzədir və sanki daxilində olduğu gəminin batmasına, yəni tamamilə məhv olmasına hazır olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, İran xalqı və beynəlxalq ictimaiyyət bu zülmün tarixin zibil qutusuna atıldığını görməyə layiqdir. Qeyd edək ki, Pompeo'nun bu açıqlamaları regionda artan gərginlik fonunda səsləndirilib. İrana zərbələr endirməyi nəzərdən keçiririk. Nə olacağını görəcəyik. Bu barədə ABŞ prezidenti Donald Trump deyib. Həmçinin bu xəbər fonunda İranla mümkün münaqişəyə hazırlıq məqsədi ilə yüzlərlə Amerika əskəri Qətər və Bəhreynlə təxliyə edilib. Çin İranın xahişi ilə kəşfiyyat gəmisi Lia Avong 1-i Oman körfəzinə göndərib. Bu barədə İran mediası məlumat yayıb. Söhbət ABŞ-nin mümkün hərbi əməliyyatı zamanı itkiləri əhəmiyyətli dərəcədə azalda biləcək geniş miqyaslı kəşfiyyat məlumatlarının toplanması və ötürülməsindən gedir. Tapşırıqlara F-22 və F-35 qırıcı təyyarələrinin təhlili və izlənməsi, eləcə də EA-18 Growler elektron müharibə təyyarələrinin iş tezliklərinin müəyyən edilməsi daxildir. Əldə edilən məlumatlar raket sistemlərinin effektivliyini artıra bilər. Ukrayna müdafiəçiləri 300 kvadrat kilometrlik ərazinin Rus işğalçılarından azad etməyi bacarıb. Bu, cəbhənin cənub xəttində baş verib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib. Prezident qeyd edib ki, Ukrayna əskərləri cənubda irəliləyir. Təfərrüatlara varmayacağam, amma bugün ilk növbədə ordumuzu, bütün müdafiə qüvvələrini təbrik edə bilərəm. Çünki bugünə qədər 300 kvadrat kilometr ərazi azad edilib.
İsveç hökuməti regionda vəziyyətin pisləşməsi və mümkün eskalasiya riski ilə əlaqədar vətəndaşlarına mümkün qədər İranı tərk etməyi tövsiyə edib. Bu barədə İsveç Xarici İşlər Nazirliyi müvafiq xəbərdarlıq yayıb. Bəyanatda vurğulanır ki, münaqişənin kəskinləşməsi halında ölkədən çıxış imkanları məhdudlaşa bilər. 1974-cü ildə qəbul edilmiş Ticarət Qanununun 122-ci maddəsinə uyğun olaraq bütün dünyadan 10%lik qlobal rüsumun tətbiqi barədə fərman imzalayacağam. Buna ABŞ prezidenti Donald Trump bugün Ali Məhkəmənin rüsumlarla bağlı qəbul etdiyi qərara cavab olaraq deyib. Məhkəmənin bəzi üzvlərindən utanıram, çünki onlar ölkəmiz üçün düzgün olanı etməyə özlərində cəsarət tapmadı. İsrail Müdafiə Qüvvələri Livanın şərqindəki Bailbek bölgəsində Hizbullahın hərbi qanadına məxsus komandanlıq mərkəzinə zərbə endirib. Bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, silahlılar bu mərkəzdən İsrail qüvvələrinə və dövlətinə qarşı hücumlar hazırlamaq üçün istifadə ediblər. Ukrayna Silahlı Qüvvələri Belgorod vilayətinin Şebekinon rayonuna hücum edib. Bu barədə Belgorod vilayətinin qubernatoru Vyacheslav Gladko məlumat yayıb. O bildirib ki, hücum nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hücumun təfərrüatı açıqlanmayıb. ABŞ-dən uçan naməlum təyyarə Rusiya ərazisinə daxil olub. Məlumata görə, Flight Radar təyyarənin qeydiyyat nömrəsini və ya mənsubiyyətini göstərmir. Təyyarə bir neçə saat əvvəl Vaşinqtonun kənarında yerləşən Andrews Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb. Qrenlandiya, Norveç və Finlandiyanın hava məkanına keçib. Daha sonra Murmansk vilayətinin hava məkanına daxil olub. Təyyarədə kimin olduğu barədə hələlik məlumat yoxdur.